Almalı darçınlı piroq hazırlayıram. Qabığı soyulmuş almaları kub şəklində doğrayandan sonra darçınla birləşdirib qarışdırıram. Alma mı darçın üçün yaranıbdır, yoxsa darçın mı alma üçün yaranıbdır bilmirəm, amma mənə görə çox bir-birlərinə yaraşırlar. Başqa bir qabın içərisində 3 yumurta ilə 200 qram şəkəri, şəkər əriyənə qədər qarışdırandan sonra bitki yağını və xamanı töküb yenə qarışdırıram. Sonra ununu, qabartma tozu və vanili əlavə edirəm, qarışdırmağa davam. Darçınlı almanı da tökürəm, yenə qarışdırıram. Belə bir qatılıqda xəmir alınır. Bişirəcəyim qabın içərisində əvvəlcə kərə yağla, daha sonra unla unlayıram ki, piroqum yapışmasın, gözəl çıxsın. Xəmiri içərisinə tökəndən sonra üzərini bəzəməkdən ötürü 3 ədəd almanı bu şəkildə nazik doğramışam və bu şəkildə piroqumun üzərini bəzəyirəm. Çox gözəl görüntüsü olur. 175 dərəcədə əvvəlcədən isitdiyim sobada düz 1 saat bişirirəm. Çox ləzzətli alınır. Siz də hazırlayın, nuş ilə yeyin.